eləyə biləcəyim və məni sevərək cəmiyyətdə utanmadan təqdim eləyə biləcək yarım yoxdursa, mənim sabahsı ailə quracağım insan məni hansı baxış bucağı ilə cəmiyyətdə təsdiqləyə bilər? Sabahsı gün mənim ailə ortamımda da uşaqlarım, sizlər, gənclər bugünkü gün düşünürlər ki, ailə quracağıq və seviriksə bitdi. Xeyr, əzizim, sevirik bitdi deyil. Bir ailə psixoloqunuz olsun. Ailə qurmadan öncə sevdiyiniz bir xanımla bir psixoloqa müraciət eləyin. Bu önəmli nüansdır. Sabahsı gün bizim sağlamlığımız məhz bugünkü gün özümüzdə hiss elədiyimiz alandan keçir. Bax, bugün mən əgər hazır deyiləmsə, 3 uşaqlı anasınız, fədakar anasınız, nümunəni özgəsinə yox elə sizdən götürüm. Nə qədər əziyyət keçmişsiniz? Anamızı, atamızı, ailəmizi, özümüzü, dostlarımızı, sevdiyimizi günahlandırırıq. Amma ən əsası psixoloji olaraq biz ona hazır deyilik. Ona görə bu etapları keçmişik. Bir də bəzən atasız qızlar burada bugünkü gün daha çox əziyyət çəkir ki, atasızlıq sindromu yaşamışam və sevə bilmirəm.